Herkese yeni bir vlogdan sağlamlar. Geçen seferki vlogum dediniz ki çok kısadı ki yenisini çekeyim. Bugünkü vlogum kitapxanadan olacak. Yani tipik bazar günüm çok vaxt necə keçir onu göstereceğim size. Belə. Bu arada geçen vlogumdan sonra o kadar güzel mesajlar aldım ki bu videonun necə kısa olduğunu deyip ve daha uzun vlog istediği için çəkirəm. Buna bakın. Hava çok güzeldi. Ona göre gedirəm kardiyoya indi. Dedim ki hava qəşəngdir. Gidin biraz kardiyo eləyim. Biraz kitap okuyayım öyle kardiyo eləyə. Gideceğim markete. 2-3 tane eve bir şey lazımdı. Onu alacağım. Saat 2'nin yarısıdır ve ben video editləyirəm. Görsən çox görmədim də gəldim. Ha gol. Ben adresimi ayrı dedim. Ama göstermedim. Хорошо göstermedim. Başıma gösterler. Hemen hatırlamışım billah. 2 aydır. Açık gösterler özümü. Məndə də sildi. Safet çıkan gösterim. Çok miliydi. Bebeşkim. Geldim eve. Kargomu da götürdüm. Kargo olursa ilk iş kargo açılır, sonra başka işleri görülür. Ona göre şimdi kargomu da açıp gösterim sizinle sipariş vermişim Trendyol'dan. Aslında neçə vaxt Trendyol'dan heç sipariş vermirdim. Yani neçə vaxt dediğim bayağı bir olmuştu da. Neçə aylar hatta. Ama bu Saraçukan'ı görəndə dedim ki ben bunu alım işe giyinirim. Çünkü çok beğendim bu Saraçukan'ı. Dedim alım işe giyinirim. Kemerini ayrı koydular. Neyse şeklini buraya koyarım sizə də. Demək belə adi qara Saraçukadır. Belə. Ama forması bunun kimi oversize değil. O daha belə gəlir. Yəni tam belə oturan gəlir. Bir də kəməri var belinə. Kəmərini də göstərim. Belə bir kəməri var. Çox okeydi məncə. Çünkü qara Saraçukam az idi. Dedim birini de sipariş verim. Ama bu biraz farklıydı. Bu daha böyle klasik şalvarlarla falan giyinebilinecek tərzdə. Çok beğendim. Dedim alım. Zara şalvarlarımla falan bence çok okey olur. Bu arada çok... Bu saçım niye böyle? Burada yemek sipariş vermişim. Onu gözləyirəm. Gelsin onu yeyə. Seriala baxacağım belə. Əslində yeməklərimi özüm bişirirəm evdə işdən gələndə falan. Ama bugün çok yorgunuydum. Bir de neçə vaxtdır yemek sipariş vermirdim eve. Dedim fürsət bu fürsət. Sipariş verim, hem yeyeyim, hem de seriala baxım. Hem de biraz həftənin yorğunluğu çıxsın. Çünkü çok yorulmuşam. Ama bunlar çok güzel yorğunçuluqdur. Yani çünkü əvvəl xəyalını qurduğum şeylərin yorğunçuluğunu yaşamaq, belə söz var. Neyse, yoxsa mən yaratdım. Əvvəl xəyalını qurduğum şeyləri indi yaşayıram deyə. Yani o benim için yorulsam böyle çok hoş bir yorgunçuluktu yani belə deyim. Yani çünkü onun hayalini kururdum. Yani o günlerin geleceğini gözlürdüm ve artık hem okuyuram. Yani istediğim üniversitede okuyuram. İşləyirəm. Yani wow sadece yani düşünün
bilmirəm, mənim üçün bu çox dəyərlidir. Çünki düşünün 20 yaşında bir gənc qızsan hələ və kariyer addımlarını atırsan və yəni ilk karyeran üçün çox gözəl bir yerdə işləyirsən. Yəni mənim üçün yəni bu çox gözəl bir fürsətdir. Yəni xəyalını qurduğum demək olar ki, hər şeyi indi yaşayıram. Yəni şükürlər olsun, şükürlər olsun. Yəni bunu hər dəfə deyirəm. Demək istəyirdim ki, yəni bir vaxtlar xəyalını qurduğun şeyləri indi yaşamaq, hələ bunu 20'li yaşlarında yaşamaq məncə bir gənc qız üçün və ya bir gənc üçün çox dəyərlidir. Yəni mən hətta danışanda gözlərim dolur, görürsünüz. Yəni belə, yəni təbii ki, yəni bunu hər gün yadıma düşdükcə şükür eləyirəm və bu mənə daha da çox motivasiya verir ki, daha da ileri gedim. Sabahınız xeyir dostlar. Bugün vlogun son günüdür. Saçımı geceden vurmuştum. Dedim sizlə bir yerdə açaq görək necədir. Saçımı belə vururam, yəni gecədən eləyirəm, yatıram və səhər duranda buruqlar alınır. Bəzən alınmır. Bugün baxaq görək alınacaq ya yox. Mən bunu işlədirəm. Artıq 2 ildir falan bunu işlədirəm buruq eləmək üçün. Məncə yəni gördüyünüz kimi çox qəşəng buruqlar alınır. Hətta mən bunu da nəmli saç eləyirəm. Amma çox vaxt tam qurudub eləyəndə belə buruqlar alınır. Yəni ona görə məncə siz də bunu alın. Tövsiyə edirəm onu. Çünki gündəlik həyatda əgər fenlə vurmaq istəmirsinizsə, bunu ala bilərsiniz. Bu məncə gündəlik həyat üçün çox okeydir. Yəni isti işlətmədən, saça zərər vermədən belə buruqlar alınır. Hələ siz istəsəz bunu sonra lakla ya da musla falan da daha qalıcı eləyə bilərsiniz. Mən gündəlik işlədirəm deyə heç nə vurmuram. Yəni ancaq belə gəzirəm. Özü zaten açılır. İndi makyaja başlamışdım. Ancaq ton eləmişəm. İndi devamında eləyib gedəcəm. Bu arada bugün dərsə gedirəm. Bugün dərs günümdür. Aksesuarlarımı taxıram. Çünki makyajdan sonraya qalanda yadımdan çıxır. Ona görə makyajdan əvvəl taxıram və rahat makyajımı elib çıxıram belə. Bu arada qızlar, işlətdiyiniz tonal və concealer varsa və çox bəyənirsinizsə, əgər yəni özünüzünkünü, kommentlərdə yazın. Çünki mənim artıq aldığım tonallər, BB kremlər və concealer artıq bitir. İşdir, dərsdir dərkən mən 1 ildir bu mövzulardan o qədər uzaq qalmışam ki, indi yəni araşdırmağa, baxmağa ki, nə yaxşıdır, nə yox, satışda nə var, nə trenddir. Bunların hamısını araşdırmaq istəmirəm. Əslində araşdıra bilərəm, sadəcə buna vaxtım yoxdur. Ona görə sizdən soruşuram, yəni işlətdiyiniz, bəyəndiyiniz, yəni gündəlik həyatda çox da belə ağır olmayan tonallər, concealerlər varsa, concealer bu arada örtücü olsa çox yaxşı olur. Amma yəni gündəlik həyatda mən çox ağır tonalini işlətmirəm. Ona görə yüngül bildiyiniz tonallər varsa onu da yazın. Bu arada siz hansı tip qızsınız? Ənlik sevən yoxsa bronzer sevən? Məsələn mən bronzeri çox sevirəm. Yəni yayda, qışda falan məsələ üzümdə bronzer olsun, yəni o bu sümüklərin falan bilinsin deyə çox sevirəm. Bu arada ola bilsin çox yaxın bir zamanda özümdə bir dəyişiklik elədim. Yəni görünüşümdə bir dəyişiklik elədim. Məncə onu da vloglaya bilərəm çünki maraqlı olar. Bu arada mən 20 ildə özümdə, yəni üzümdə falan heç bir dəyişiklik eləməmişəm. Mənim maks elədiyim dəyişiklik saç kəstirmək olub, çolka kəstirmək olub. Burada çolkaya acaba qayıtsam mı deyə düşünürəm çünki yəni çolka məncə mənə yaraşır. Mən çolkanı çox sevdim. Sadəcə qış aylarından çıxaq. Yəni qış aylarından çıxsaq məncə sonra kəstirə bilərəm. Qışda biraz çətin olur, külək falan. Yəni o çolkanı saxlamaq biraz çətin olur. Ona görə mən daha çox yaz, yay aylarında çolka kəstirməyi sevirəm. Uca gecikirəm, ona görə dodağıma pomadamı çəkib çıxaram. Əslində NYX işlətmək istəyirdim. Amma o sumkalarımdan birinin içində də onu tapa bilməyəcəm, indi vaxtım yoxdur.
Pomada olarak da Kiko'nun bu pomadasını işlədəcəm. 405 nömrə. Bu artıq ikinci alışımdır. Bunu yeni alacağım çünkü çok beğenirim. Biraz tapmaq çətin olur çünkü ən sadə rəngdir deyə. Bu daha çok satılır. Ama ola bilsin hem bunu hem de başka daha tünd bir rəngini də ala bilərəm. Çünkü beğendiğim biri var idi. Korичневый bu renkte. Ama o kadar güzel görünürdü ki dodaqda. Biraz da zərli kimiydi. Belki onu da aldım. Hatta təzə parfümümü göstərim. Bunu çəkmişəm. Kutu açılışını. Çok güzeldi. Страшный подарок сделал видела. Там есть цвета. И каждый цвет пока... Dərsdən çıxdım və mən dərsdən çıxan kimi qar yağmağa başladı. Bugün bir dersim var idi. Çıxdım, sonra kitabxanada biraz oturup sualları falan okudum, imtahan suallarını falan. Yəni belə bir saat orada kitabxanada keçirdim, sualları öyrəndim falan. Böyle indi də evə gedirəm. Sevdiyim söz, eve geldim. Bu arada fikir verdim ki, ne giyindiğimi göstermemişim. Ona göre dedim göstereyim. Bu təzə saroçkamdı. Size gösterdiğim, təzə aldığım saroçkadı. Yüzü biraz kırışıptı. Çünkü yani gün sonu gösterəm mən sizə. Bunu səhər geyinəndə de göstermek lazımıydı. Ama unutmuşam. Klasik bir şalvarla giyinmişim. Bence çok güzel görsənir. Bilmem, ben çok beğendim. Bu arada bu parfümü bugün birinci seferde işlədirdim. Chanel işlətmişəm, ama bu rəngini birinci seferde işlədirdim. Beğendim. Benim için en önemli olan şey kalıcı olmağıdır ve bu doğrudan da çok kalıcıdır. Ben onun əvvəl səhər göstermiştim deyəsə bunu işlədirdim. Valentino Born in Rome olmalı, səhv etmirəmsə, roza rəngi. Bu da yaxşıdır. Ama bunu bence tam yaz ayları üçün işlətmək yaxşı. Bir de Gucci'nin bu Flora olanı. Bunu ikinci seferde işlədirəm mən. Bu ikincisidir ve dibinde yani az qalıbdı. Bunu da yeni dediyim kimi bunu mən qışda işlətməyi sevmirəm. Çünkü bu da çiçəkli ətirdir və bunu da ancaq yayda və yaz aylarında işlədirəm. En çok da apreldə işlətməyi çox sevirəm. Yəni bu tam aprel aylarında işlətməliyik. Ay dayanın, gloss çəkim. Glosssuz sağollaşa bilmərəm. Siz də mütləq fikirlərinizi kommentlərdə mənlə bölüşün. Necə videolar istədiyinizi də yaza bilərsiniz. Yəni sevə-sevə çəkərəm. Bu arada əgər istəyirsinizsə gələn video oturub belə qız-qıza söhbət elədiyimiz videoda çəkə bilərəm. Gələn vloglarda görüşənə dək sizi.